Salam dostlar. Bugünkü videoda ulduzların sizə nə dediyini birlikdə kəşf edəcəyik. Əgər gününüzün necə keçəcəyini, enerjiniz hansı istiqamətdə olacağını və həyatınızda nələrin dəyişə biləcəyini bilmək istəyirsinizsə, videonu sona qədər izləyin. Unutmayın, bəzən bir cümlə belə gününüzü dəyişə bilər. Gəlin başlayaq. Koç burcu. Bugün içində qəribə bir gərginlik hiss edə bilərsiniz. Sanki hər şey eyni anda sizdən cavab istəyir. Münasibətlərdə və işdə xırda şeylər böyüyüb, gözünüzə daha ağır görünə bilər. Amma qaçmaq heç nəyi dəyişməyəcək. Bugün həqiqətdən uzaqlaşmaq sizə xeyir verməz. Ətrafınızdakı insanlar sizdən daha çox şey tələb edə bilər və bu sizi əzablaşdıra bilər. Lakin hər təzyiq sizi biraz da gücləndirir. Bütün hallara dərhal reaksiya vermək məcburi deyil. Bəzən sadəcə sakit qalmaq daha ağıllı seçimdir. Bədəninizdə də dəyişikliklər hiss oluna bilər. Yorğunluq, gərginlik, xüsusilə boyun və baş nahiyəsində narahatlıq ola bilər. Özünüzü çox yormayın. Yüngül hərəkət edin, təmiz havada gəzin. Bədəninizin göndərdiyi siqnallara görməzlikdən gəlməyin. İşdə vəziyyət biraz gərgin ola bilər. Kimlərsə sizi sınaya bilər və ya əsəblərinizi yoxlamağa çalışa bilər. Amma ən güclü tərəfiniz sakitliyinizdir. Tələsmək bugün sizə zərər verə bilər. Daxildə isə köhnə xatirələr və hisslər yenidən üzə çıxa bilər. Bu, sizi biraz qarışdıra bilər, amma eyni zamanda özünüzə daha yaxşı anlamağa kömək edəcək. Pul və ailə məsələlərində gözləntiləriniz tam qarşılanmaya bilər. Evdə tələb və gözləntilər artdıqca siz özünüzü sıxılmış hiss edə bilərsiniz. Amma vacib olan özünüzü itirməməkdir. Axşama doğru dostlarla söhbət sizə rahatlıq verə bilər. Amma köhnə mövzulara toxunmamaq daha yaxşıdır. Çünki yenidən gərginlik yarana bilər. Boğa burcu. Bugün sakit, amma təsirli bir gündür. Hər şey çox gürültülü olmasa da, bu sizin üçün əslində yaxşıdır. Bədəninizdə yüngüllük var, amma yenə də boyun və çənə bölgəsində gərginlik hiss edə bilərsiniz. Özünüzü çox yormayın, biraz rahatlamağa imkan verin. İçinizdə tez nəticə görmək istəyi yarana bilər. Pul və işlə bağlı daha sürətli irəliləyiş arzulaya bilərsiniz, amma bugün tələsmək düzgün deyil. Kiçik addımlar daha böyük nəticələrə aparır. Yaxınlarınız sizi dəstəkləmək istəyəcək. Bəzi yükünüzü bölüşmək imkanı olacaq. Bunu qəbul edin. Hər şeyi tək daşımaq məcburiyyətində deyilsiniz. Münasibətlərdə biraz anlaşılmazlıq ola bilər. Sevdiyiniz insan bugün sizi dinləməkdən çox öz fikrini demək istəyəcək və bu sizi incidə bilər. Amma bu ciddi problem deyil. Sadəcə fərqli baxışlardır. İşdə sakitlik olsa da diqqətli olmaq lazımdır. Böyük qərarlarda emosiyalara qapılmayın. Sakit düşünmək sizə üstünlük qazandıracaq. Günün sonunda həyat yoldaşınızla və ya yaxın bir insanla vaxt keçirmək istəyi yarana bilər. Amma yolda gecikmələr planlarınızı biraz poza bilər. Ümumilikdə bugün böyük dəyişikliklər günü deyil. Amma sabit və sakit irəliləyişlər üçün yaxşı bir gündür. Əkizlər burcu. Bugün ətrafınızda çox hərəkət və söhbət olacaq. İnsanlar daha çox danışacaq, fikirlərini paylaşacaq və bəzən sizi də bu axına çəkəcəklər. Amma hər şeyə dərhal qoşulmaq məcburi deyil. Sizin üçün ən vacib şey uyğunlaşmaq və vəziyyəti düzgün oxumaqdır. İşdə kiçik bir fürsət ortaya çıxa bilər. Böyük və gözə çarpan olmaya bilər, amma diqqətlə baxsanız, gələcək üçün çox faydalı ola bilər. Bəzən ən dəyərli imkanlar sakit şəkildə gəlir. Ətrafınızdakı insanlar biraz qarışıq və dəyişkən ola bilər. Bu sizi həm yorə, həm də ilhamlandıra bilər. Sizin üstünlüyünüz isə hər şəraitə tez uyğunlaşma qabiliyyətinizdir. Ailədə və yaxın çevrədə bəzi narazılıqlar və ya yanlış anlaşılmalar ola bilər. Hətta kiminsə qısqanclıq dolu davranışı sizi əsəbləşdirə bilər. Amma ən yaxşı yol sakit qalmaqdır. Pul məsələlərində daha ağıllı qərarlar verə bilərsiniz. Lazımsız xərcləri azaltmaq sizə fayda gətirəcək. Sevgi tərəfində isə daha isti və xoş anlar var. Romantik söhbətlər və ya yaxınlıq hissi gününüzü daha gözəl edə bilər. Ümumilikdə, bugün sizi idarə edən şey sakitlik və düzgün seçimlər olacaq. Xərçəng burcu.
Bugün hissləriniz biraz daha güclü ola bilər. Siz hər şeyi ürəyinizə yaxın alırsınız və bugün bu daha da hiss olunacaq. Amma vacib olan bu hisslərin sizi idarə etməsinə icazə verməməkdir. Dostlarınızdan biri sizdən kömək və ya pul istəyə bilər. Bu vəziyyət sizi çətin seçim qarşısında qoya bilər. Amma hər kəsə hə demək məcburi deyil. Özünüzü qorumağı da unutmayın. Evdə bəzi dəyişikliklər və ya söhbətlər sizi həssas edə bilər. Amma içinizdə olanları düzgün insanlara sakit şəkildə ifadə etsəniz, yüngülləşəcəksiniz. Sevgi tərəfində isə xoş və isti anlar ola bilər. Kiçik diqqətlər, hədiyyələr və romantik jestlər gününüzü daha gözəl edə bilər. İş və gələcək planlarla bağlı maraqlı söhbətlər ola bilər. Təcrübəli insanların fikirləri sizə yeni baxış verə bilər və nə istədiyinizi daha yaxşı başa düşəcəksiniz. Bədəninizə də diqqət etməlisiniz. Xüsusilə mədə və stresslə bağlı narahatlıqlar ola bilər. Yüngül yemək, sakitlik və təmiz hava sizə yaxşı təsir edəcək. Ümumilikdə bugün hissləri idarə etmək və öz sərhədlərinizi qorumaq günü olacaq. Şer burcu. Bugün sizin üçün az daha çoxdur günüdür. Hər şeyi böyük və dramatik etməyə ehtiyac yoxdur. Sadə addımlar daha yaxşı nəticə verəcək. İşdə gecikdirdiyiniz işləri tamamlamaq üçün yaxşı vaxtdır. Sabah bu işlər daha çətin görünə bilər. Ona görə bugün istifadə edin. Ətrafınızda insanlar sizin fikirlərinizə daha çox diqqət göstərə bilər. Sizin təbii cazibəniz və inamınız bugün çox güclüdür. Heç nə sübut etməyə ehtiyac yoxdur. İnsanlar sizi onsuz da görür. Münasibətlərdə isti və yaxın anlar ola bilər. Sevdiyiniz insanla kiçik, amma səmimi anlar sizi daha da yaxınlaşdıracaq. Ailə tərəfində yaxşı xəbərlər və ya xoş jestlər ola bilər. Bu, evdəki atmosferi daha da gözəlləşdirəcək. Ümumilikdə, bugün sakit, stabil və faydalı bir gündür. Böyük səs-küy yoxdur, amma real irəliləyiş var. Qız burcu. Bugün özünüzü yaxşı hiss etdirən işlər üçün çox uyğun gündür. Özünüzə biraz rahatlıq vermək sizə yaxşı təsir edəcək. Pul mövzusunda diqqətli olmalısınız. Kiməsə borc vermək və ya düşünmədən qərar vermək gələcəkdə problem yarada bilər. Bugün ehtiyatlı olmaq vacibdir. Dostlarla bağlı biraz inciklik yaşana bilər. Siz ən çox ehtiyac duyduğunuz anda gözlədiyiniz dəstəyi görməyə bilərsiniz. Amma bu, hər kəsin eyni olmadığını göstərir. Sevgi tərəfində isə daha isti və emosional anlar var. Sevdiyiniz insanla əlaqə saxlamaq, danışmaq və birlikdə vaxt keçirmək gününüzü gözəlləşdirəcək. İşdə böyük imkanlar və məsuliyyətlər ortaya çıxa bilər. Amma bəzi çətinliklərdə sizi düşündürə bilər. Hər şeyi dərhal həll etməyə çalışmayın. Ailə həyatı isə bugün çox müsbətdir. Evdə sakit və xoş atmosfer var. Ümumilikdə bugün diqqətli qərarlar və emosional balans günüdür. Tərazi burcu. Bugün siz özünüzü biraz qəribə hiss edirsiniz. Sanki içinizdə həm istək var, həm də yorğunluq. İşdən tez çıxmaq və özünüzə vaxt ayırmaq sizə çox yaxşı təsir edəcək. Çünki siz çox vaxt başqaları üçün yaşayıb, öz ehtiyaclarınızı arxaya atırsınız. Ailə ilə bağlı bir məsələ gündəmə gələ bilər. Yaxın bir insanın sağlamlığı və ya ehtiyacı üçün pul xərcləməli olacaqsınız. Bu sizə biraz ağır gələ bilər, amma sonra düzgün etdim hissi sizi rahatladacaq. Münasibətlər sizin üçün maddiyyatdan daha önəmlidir. Sevgi tərəfində isə gözlənilməz bir an yaşana bilər. Adi bir görüş və ya təsadüfi tanışlıq ürəyinizi sürətləndirə bilər. Siz bunu planlamamışdınız, amma hisslər birdən güclənir və sizi çaşdıra bilər. İş və yaradıcılıq sahəsində diqqət çəkirsiniz. Dediyiniz sözlər, etdiyiniz seçimlər başqalarının gözündən qaçmır. Hətta siz bunu adi görsəniz də insanlar sizə fərqli baxmağa başlayır. Bugün tənqid dəyişdə bilərsiniz. Kimlərsə sizin qərarlarınıza şübhə ilə yanaşa bilər. Bunu dava etmədən qəbul edin və düşünün. Bəlkə də orada biraz həqiqət var. Ümumilikdə gün emosionaldır. Biraz su için, sakit qalın və özünüzə yük etməyin. Bugün ən yaxşı dərman sadə rahatlıqdır. Əqrəb burcu.
Bugün sizdə işdən gələn güclü bir enerji var. Sakit görünsəniz də ətrafdakılar sizi hiss edir. Sanki dediyinizdən çox varlığınız danışır. Sevgi mövzusunda vəziyyət daha sakitdir. Heç bir lazımsız drama yoxdur. Sadəcə rahatlıq və isti bir hiss. Hər şeyi çox analiz etmədən yaşasanız, gün daha gözəl keçəcək. İntuisiyanız çox güclüdür. İç səsiniz sizə açıq şəkildə olur və ya olmur deyir. Bunu görməzdən gəlməyin, bugün sizi düzgün yöna aparır. Sağlamlıq tərəfdə özünüzə diqqət edin. Sadə qida, yüngül hərəkət və su içmək sizə yaxşı təsir edəcək. Yorğunluq bəzən problem deyil, sadəcə bədənin istirahət istəməsidir. İşdə isə işlər daha rahat gedir, danışdığınız anlaşılır, etdiyiniz qəbul olunur. Mübarizə aparmağa ehtiyac yoxdur, hər şey öz axarındadır. Pul ilə bağlı yeni və farklı bir fikir yarana bilər. Amma tələsməyin, yavaş-yavaş hərəkət edin. Ümumilikdə bugün sizin gücünüz sakit, amma təsirlidir. Az danışıb çox təsir etmək sizə üstünlük verir. Oxatan burcu. Bugün insanları idarə etməyə çalışmayın. Heç kimi məcbur etməyin. Çünki bu yalnız müqavimət yaradır. İnsanlar öz istəyi ilə hərəkət etdikdə sizə daha çox fayda gəlir. İş və pul mövzusunda biraz diqqətli olmalısınız. Satışlarda və ya biznesdə gözlənilməz itkilər ola bilər. Amma bu dayanmaq demək deyil. Əksinə, daha yaxşı yol tapmaq üçün fürsətdir. Ahvalınız tez dəyişə bilər. Kiçik bir söz belə sizi əsəbləşdirə bilər. Amma boş yerə dava etmək həm vaxtınızı, həm də enerjinizi aparacaq. Ailə tərəfində isə axşam çox daha sakit və isti keçə bilər. Sadə bir şam yeməyi belə günü xüsusi edəcək. Bu sizə daxili rahatlıq verəcək. Sevgi mövzusunda biraz inciklik və anlaşılmazlıq hiss oluna bilər, amma bu hiss keçicidir. Hər şey zamanla düzələcək. Yeni ideyalar və başlanğıclar isə sizə fayda gətirə bilər. Birdən ağlınıza gələn bir fikir gəlirə çevrilə bilər. Ümumilikdə bu günün mesajı budur. İnsanları zorlamamaq, sakit qalmaq və özünüzə inanmaq. Bugün ən böyük gücünüz sizin inanmanızdır. Oğlaq burcu. Bugün sizin enerjiniz sabit deyil. Bəzən özünüzü çox güclü, bəzən isə yorğun hiss edə bilərsiniz. Buna qarşı mübarizə aparmayın. Sadəcə qəbul edin. Bədəninizin öz ritmi var. Sağlamlıq tərəfdə sümüklərə və oynaqlara diqqət edin. Yüngül hərəkət və isinmə sizə yaxşı təsir edəcək. Bazı narahatlıqlar dərmanla yox, istirahətlə düzəlir. İşdə isə anlaşılmazlıqlar və gərginliklər ola bilər. İnsanlar sizi səhv anlaya bilər. Əsəbləşməməyə çalışın. Çünki bu vəziyyətlər düşündüyünüz qədər ciddi deyil. Hər şeyi nəzarətdə saxlamaq istəyi sizə mane ola bilər. Bəzən axına buraxmaq daha yaxşıdır. Sevgi və münasibətlərdə isə qarşı tərəf sizə bir şeyləri güzgü kimi göstərə bilər. Bu, əslində sizin özünüz haqqınızda daha çox şey deyir. Dediyiniz sözlər bugün çox güclü təsir edə bilər. Ona görə danışmazdan əvvəl düşünmək sizə üstünlük verəcək. Ümumilikdə, bugünün dərsi budur. Hər şeyi idarə etməyə çalışmayın, sadəcə axını qəbul edin. Dolça burcu. Bugün çox hərəkət və tələskənlik sizi əsəbləşdirə bilər. Bir yerdən başqa yerə qaçmaq enerjinizi azaldacaq. Ona görə sürəti biraz azaltmaq yaxşıdır. Pul və düşüncə tərəfində biraz qarışıqlıq ola bilər. Amma bu daimi deyil, sadəcə keçici bir vəziyyətdir. Bugün başqalarının fikirlərini dinləmək çox vacibdir. Onların dediyi şeylər içində sizə faydalı ideyalar ola bilər. Sevgi tərəfdə isə gözlənilməz bir istilik hiss edə bilərsiniz. Kiçik bir jest belə gününüzü dəyişə bilər. İşdə yumşaq ünsiyyət vacibdir. Siz tonunuza diqqət edin, çünki yanlış anlaşılma ola bilər, amma problemləri tez həll etmə bacarığınız sizə fərqləndirir. Siz adətən başqaları üçün ədaləti düşünürsünüz, amma bugün özünüzü də düşünməyə başlayırsınız. Ümumilikdə bugünün mesajı budur. Tələsməyin, dinləyin və kiçik imkanları qaçırmayın. Balıq burcu. Bugün sizin üçün sakit və yumşaq bir gündür. Heç bir böyük gərginlik yoxdur. Sadəcə daxili rahatlıq hissi var. Siz hər şeyi dərindən hiss edirsiniz və bugün bu xüsusiyyət sizə kömək edir. Başqalarının görmədiyi detalları siz hiss edirsiniz. İşdə və komanda işində hər şey daha rahat gedir. İdeyalarınız qəbul olunur və işlər daha sürətlə nəticə verir.
Sizin gördüyünüz işlər diqqət çəkə bilər və bu sizə kiçik bir tanınma gətirə bilər. Pul tərəfdə yaxın bir insanın köməyi ilə kiçik bir fayda və ya imkan yarana bilər. Şəxsi həyatda isə diqqətli olmalısınız. Kiçik anlaşılmazlıqlar emosional gərginlik yarada bilər. Sevgi mövzusunda güclü hisslər yarana bilər, amma tələsmək yaxşı deyil. Bazen gözlədiyiniz dəyər və tanınma gecikə bilər, amma bu normaldır. Ümumilikdə, bu günün mesajı budur. Hər şeyi dəyişmək lazım deyil. Bazen sadəcə qəbul etmək kifayətdir. Əziz izləyicilər, bugünkü ulduz mesajlarımızın sonuna gəldik. Ümid edirəm ki, videodan özünüz üçün faydalı bir şey götürdünüz və gününüzə biraz da olsa işıq qatdıq. Əgər video xoşunuza gəldisə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Şərhlərdə öz burcunuzu yazın. Növbəti videolarda sizi də nəzərə alaq. Növbəti videoda görüşədənək.